Aya bir yerdəki bir haram törəgər, böyle alim burada bir qardı tutur, burada mozey tutur, burada bir hərəkət eləyir ki, ağa burada bu mal məşru dəyi, halal dəyi, biz bundan istifadə eləyənmərik. Alimun zəllə, böyük müsibətdən də ulema yoldan çıxarlar. Böyük müsibətdir. Ta sən gələsən bu alimləri çəkəsən düz yola, mərdum adlı yoldan cayarlar. Abidun kəllə, abidi ki yorulub ibadətdən. Yorulub da oruç tutmur. Oruç tutmur, ey baba neçə ildir tutmuşuq, nə olub ki? Neçə ildir qılmışıq, nə olub ki? Bəqərardı bir şey ola. Bəqər bir şey diləcəkdi, səndə gərək bir ittifaq düşəydi. Məndə gərək bu namaz, oruç mənim islah eləyəydi. Həman oruç namazı ki, mən islah eləməyib, pəs müşkül məndədir. Buyurun, vay olsun o abidə ki, böyük müsibətdir, kəllə. Yəni, şol ola ibadətlərində, bitəfavut bir ibadət ola. Mu'minun zəllə, mu'min ki, çayıb, dünənəcə çadır idi, bu günləri müryan gəzir, göbəyə şikdə balaları özü, tühbaş qoyub lərəşsilərin porufayla, bəh, dünənin möminləri, büyünün qirtiləri, balam bəs üzə nə gəldi da, caydıq da, ayağa da, yolumuzu ilə çarraqdan biz döyürü vuracaqdı, müstəqim getmişik. Kərbəlaya gedəcəkdik, Bəğdaddan baş çıxartmışıq. Görmüşük, baba vırsındırdı burada. Mu'minun zəllə, o mu'mini ki, yolun itirir. Ağay ki, halal haram bilərdi, büyünlərim nuzulu dərsədi ilə yeyir. O ki, Məkkəyə getmişdi, gəlib da Məkkəni məskəriyə qoyur. Məkkəyə gedəni səriyir, namazı qoyub kənara. Mömin caysa, böyük müsibətdir. Əhli iman yolun caydıra. Böyük müsibətdir. Vəl-mu'təmənu qəllə, buyurdu bir adama etimad elərdilər. Bunlar xain çıxdılar. Xain çıxıb. Etimad elədik, pulumuzu tapşırdıq. Dedi işləyəcək, bizə sud verəcək. Bunun yaxçıdır vələzzalini 7 dənə mədd uzaldır. Çox ali namaz qılır. Ətə əhli Qur'andır, ibadətdir. Birdən yığdı pulları aradan çıxdı. Təzə ələn bu Əkbərabadda bir dənə sayt cəmaatın cibin boşatdı. Qoydu qaçdı. Biri də əl ağlaşırlar. Biri 100 milyon, 200 milyon, 1 milyard. Öz pulundan özü 3 dənə sud verir, dəni səpir elə ki, dadandım pulun dadı gəldi düşümün dibinə. Yavaş-yavaş dükkanı sataq verək bura, həyəti sataq verək bura. O da ki, bir onda cəmləyir, buxçanı aradan çıxır. Onda ki, vay ondadır ki, etimad elədiyimiz adamlar xain əzab tərbiyan. Və qəniyyun əqəl, buyurdu, sirvətmənd hər vaxt malın əldən versə böyük müsibət. Bir zaman adı sanı vardı, sırfasının bu başından o başına 40 nəvər, 50 nəvər sırfasının qırağında oturardı. İşi iştibah oldu, yolu caydı, dəydi birinə pul əldən getdi. Əlan heç o familləri bir salamının da cavabını vermirlər. Buyurur, qəniyyun əqəl, hər moqə biniyaz adam kasıblıya, fəqir, bu böyük bəladır. Böyük bəladır, xırxırdı işə gedənməz. Ondan sonra şəni hifz olmaz. Mərdum da ona qabaqçı kimin ehtiram eləməzlər. Qabaqçı kimin təhvil almazlar. Böyük müsibət ki, bu gün Əmir əl-Müminin buyurdu, böyük müsibət nədir? La birin oğlu ölə. Buyurdu, itivan oğul ölüm, adama izzət gətirər. Təvəl, oğlu ölməmişdir, kəs bunu hesaba qoymazdı. Oğlu öləndən əsən buna izzət ehtiram çəmbərabər olub. Dədə ölə. Müsibətdir, vəli böyük müsibətdir. Müsibəti uzma budur, buyurdu, bir zaman borobiyon ola, bir zamandan sonra birdən dövrün boşala, heç kəs səni hesaba qoymaya. O adamlar ki, Əmir əl-Müminin qapısının duzunacaq hətta gəlib aparardılar. Bir gün oldu ki, Həzrət Əmirə da səlam da verdi, cavab salamın vermədilər ki, xanım Zəhra ağladı. Övündə Əmir əl-Müminin buyurdu, niyə ağlıysan əm qızı? Ərz elədi ki, əm oğlu can, da mənə Peyğəmbərdən zocu ki, ehtiram eləyəcəklə, eləmirlər. Həzrət Əmir buyurdu ki, hətta mən bir iddiyə salam da verirəm, cavab salamımı almır. Buyurur, böyük müsibətlərin altımıncısıdır, əzizun zəllə və əzizi ki, zəlil olan. Sahib izzəti ki, izzətin əlindən verəm. Bu adam böyük müsibətə giriftar olub.
böyük müsibətə giriftar olub. Əzizun zəllə, əziz insanı aparasan, pəs yerlərdə saxlayasan. Yerlərdə saxlayasan, o şə'n olmuyor. Niyə İmam Səccadə buyurdu, kaş anam məni dünyaya gətirməyəydi. Niyə? Şamidə bir seri rəftarı hay ki, der şən əhli beyt dəyirdi. Bilmirdilər, anlamırdılar ki, bunlar kimlərdilər? Bunlar sitarəqan-ı asmanıdır, bunlar mövcudat fərazəminidir. Bunlar əgər iradə eləyələr, aləmi seyrin dolandırarlar. Bunlar iradə eləyə üçün hər nə bunların əlində. Ma xələqtus səmaə məbniyə, Allah yeri göğü xəlq eləmədi, illa məhəbbəti haulâil xəmsə. Buyurdu, 5-5 tənə aləba məhəbbətinə tamam kainat vücuda gəldi. Əzizun zəllə, əziz insanlar ki, dünyada der əsəri həvadis cail yerləri cabəca ola, zəlil olala. Camiədə bunlara xar gözü ilə baxırlar. Çox böyük müsibətlərdən biridir. Burada fəqirun eytəllə buyurur, fəqiri ki, səbrin əlindən verə, fəqr bir yandan, nədarlıq bir yandan, mərizlik bir yandan, giriftarçılıq bir yandan imtihan ilahidir. Bunlar hamısı gəlirlər, bizləri imtihan eləyərlər. Görərlər biz aya keyfimiz fəqət saz olanda Allaha şükrü deyirik, ya elə nasaz olanda Allaha şükrü quzarıq. Həzrəti İsa bir gün ərz elədi, Xudaya şakir bəndələrin birin mənə görsəb gedim mən görüm. Şakir. Şakir o da ki, hesabında mocbura 200 milyon, 300 milyon pul ola, məriz olmayasan, hər nə yerində ola. Elhamdülillah, Rəbbirin bütü məndən deyəsən, kef eləyəsən. Elhamdülillah, onu deməyəsən ki, zülmü məhzidir. Yox, buyurur şakir onda ki, kəm gətiribsən, deyəsən, Allah şükür, mən də bugün bu cür imtihan elədim. Allah bu dövrəyi zamanımı da bu cür imtihana çəkdi. Həzrəti İsa buyurdu ki, mənə bir şakir bəndələrin birini görsəd. Buyurdu ki, dəryanın qırağında bir xarabada bir nəfər var, xanım diyordu. Ged orada, şakir bəndəm orada. Girdi içəri, gördü bir arvad, gözü yoxdur, onun əlləri tüfələşdi, oturub, yotca çörək var qabağında. Yer, şaşirəm, Allah şükür, Xudaya şükür. Həzrəti İsa buyurdu, hay nənə, ya əmətəllah, burada nə eləysən? Dedi, ya Nəbiyyəllah, ya İsa ibn Məryəm. Həzrət buyurdu, sən mən oradan tanıdım, sən ki, gözün yoxdur. Buyurdu, o iki sənə demişdi, mən buradayam, mənə də dedi, sən gəlsən. O Allah içi sənə dedi, mən buradayam, mənə də xəbər verdi ki, sən gəlirsən. Dedi, xob, ay xanım, nə əvəbi belə şükür eləyirsən? Dedi, şakirəm, Allah gözlərimlə, əlimdən alıb, o günah ki, gözlərlə özümü cəhənnəmdə yandırardım, onlar məndə yoxdur, elə böyük neymiş, şükür Allah, Allah şükür, qiyamətdə neçələrin gözünün otuna yandıracaqlar. Allah cəmalımı əlimdən alıb, o cəmalına nə qəddər yoldan çıxıb, nə qəddər qəri cəhənnəmə tökülürlər. Elhamdülillah, Allah, Xudaya şakirəm, Allah şakirəm. Bu iki vaqiən bir seri didqahlar, zindəcanlıqlarda əvəz ola, baxışlar əvəz ola, həməşə keyfi sazlıq arzusu eləməyə. O kasıb vəxtləri ki varımızdır, Kəttəbəllil bundan qabaq, görərdin, yancı gedirdi, 7-8 yaşında uşaq sobanın yanında, gəlirdi belə eşqinə, səfa ilə. İndi həman uşaqlar, indi o uşağı ki, onda yancı gedib, indi pulunun qədrini bilir, vəxtinin qədrini bilir, neymətin qədrini bilir, amma rifah içində oynayan elə deyir, bəlkə eləməşə suyun içində olarlar da, görəcək, yox. Allah-u Teala bu dünyada hərəni bir imtihana çəkir. Əhl-i Beyt əleyhissalamı məhəbbətin vədiyə qoyub bizim ürəklərimizdə, biz də burada bu cür imtihana çəkir. Bir dənə heyət, pərçəm, deyirlər, bu günlərim Məscid Əli ibn Əbi Talibdə burada bərnamə vardı. Bismillah, bani də fulanadı, təşrif gətirin. İmtihan eləyir bizi. Hamni, ey baba, şam yox, nəyə duraq gedək. Sübhanəmizi əlimizdən aldılar. Böyük müsibətlərində birin hacadiyə edin, 8-ci odu. Sübhü cümə yumurtalar əlimizdən çıxdı, elə böyük müsibət.
Buyurur qarnunla dini öşmə. Get, həmişə ol, xətt-i müqəddəmdə ol, Allahla da dostluq elə. Allah özü bilir yerində nə cür yer bir eləyə əvəzin harda çıxa, elə yerdə çıxar ki, yarzuğu məyyəşau və qeyri hesab. Elə yerdən verəcəz, zehnüvə gəlməzdi. Sən buradan bu gəncə çatasan. Elə adamlar elə yerlərdən sahab oldular, elə yerlərdən maşın sahab oldular. Elə yerlərdən mövqeyyət sahab oldular ki, yataydılar yuxudalar, yuxularında görməzdilər. Allah bir mən müdəbbirəm, bərnamə və tərrah mənəm, bərnamə rizi, dorusta əsasi ki, gətirirəm, yetirirəm sərməqsədi mənzilə, yetirirəm bir yerə ki, bəd az 1400 sal ki, deyər, denən Hüseyin səni haq sahibi məqam eləsin. Denən Hüseyin sənə ərşəhli ehtiram eləsin. Sen midalını vır sinə və sədaqət elə. Gövün mələhlərin Allah sənə qulam eləsin. Hüseyni düz tanı, düz gəlib sen məcalisinə. Cəhənnəmin otun Allah sənə həram eləsin. Eşqlə rüfəqa vardılar, Şəhrama vardılar, Çay Nəsiri Əziz, Çay Şamzadə, tamam qonaqlarımız kimi eşqi, Əhl-i Beyt əleyhimussalam burada şərəfi, huzurları var. Allah inşallah burada barha arzu eləmişik, arzunu təkrar eləyək ki, Allah inşallah bizi arzularımıza yetirsin. Allah dəstəcəmi bu pərçəminə, bu qonaqlarla, bu məddahlarla, hazirini, cələsəmizlə bizi Beynül Hərəmeyni Kərbəla-i Müəllaya zəvvar eləsin inşallah. Amin.